Hey, çok çətin olsa da yenə üzürlüsən, amma nəticənizi 2-yə vurarsınız ən azından. Demək, birinci testimiz 30 saniyəni tamamlayın. Bir dəqiqə nizamlayım ki, 30 saniyədən bir izahat vermək üçün hazır olsun. Tamam, birinci test üçün 30 saniyə başladı. Birinci testdə bizdən nə istəyir? Gəlin baxaq. Birinci testdə bizə cümlə verir əslində. The performance was amazing. İfa heyrətamiz idi. Və bizdən tələb olunur ki, həmin bu verilən cümləni nida cümləsinə çevirək. Normalda biz necə cümlə ilə işləyirdik? Hazır nida cümlələri verirdilər və biz də o nida cümləsindən seçirdik. Yenə də həmin yəni burada da həmin işi görəcəyik. Düzdür, bizə cümlə veriblər, amma bu cümləni ya whatla ya how ilə başlamalı olduğumuz halda qaydamızı da unutmuruq ki, whatdan sonra isim, howdan sonra ya sifət ya da zərf gəlməlidir. İndi A varianta baxırıq, nə görürük? Whatdan sonra sifət, dalına da isim gəlir. Və nə cür isim? Performance ifa. Performansiz demək olar, yəni sayıla bilən isimdir. Demək ki, artikl yaddan çıxıb. A variant yanlışdır. Aynen B-ni müqayisə eləsək, eyni sözlər yazılıb və artikl də var. Demək ki, testimizin cavabı B variant olacaqdır. Bəs digər variantlar niyə olmaz? How-dan sonra nə gəlməlidir? Dedik, sifət və ya zərf. Was haqqında bir şey demədik. Yəni, how-dan sonra feilin gəlməsi nəzərdə tutulmur. Would-dan sonra artiklinə gəlməsi gözəldir, lakin isim gəldi, bəs bu isə artıq yanlışdır. How-dan sonra isim gəlməsi nəzərdə tutulmayıb. Testimizin cavabı B variant. İkinci test üçün 30 saniyə başladı. Hardly had I arrived. Bu cür cümlə zaman budaq cümləsidir və zaman budaq cümləsi olduğundan bağlayıcısı da when olacaqdır. Normal cümlə belədir. Burada inversiya olunmuş versiyadır. Mən biz yeni, yəni özü normal belə I had hardly arrived when və 3 nöqtə. Mənası nə olacaq? Elə yenicə çatmışdım ki, yağış başladı. When bu quruluşda, yəni necə yaza bilərik? Yaza bilərik keçmiş bitmiş zaman hardly ilə verilsin, üstə gələk when. Belə yaza bilərik. Üçüncü test üçün 30 saniyə başlayır. Üçüncü testdə şərtdə bizdən zaman budaq cümləsi istəyirlər. Zaman budaq cümləsinin bağlayıcılardan biri when-dir, hansı ki biz görürük
Bir variantda. Testimizin cavabı elə bir olacaqdır. Lakin digər variantlara da baxaq və onların hansı budaq cümlə olduğunu, məsələn, müəllimlər yazırlar ki, budaq cümlələri necə tapırıq, yadımdan çıxıb onu yadımıza salın. Baxın, müəllimlər, gəlin başlayaq A variantdan. She said, baxın, başlanğıc elə baş cümlə ilə birinci başlayırıq. O dedi və dərhal sual veririk. Nəyi? Və əgər biz nəyi və yaxud nəyə sualı ilə müraciət ediriksə, bu tamamlıq budaq cümləsidir. İngilis dilində isə tamamlıq budaq cümləsi object clause-dur. İndi B varianta baxaq. Gəlin diqqət yetirib baş cümlədən, baxın, görürüz baş cümlə. Baş cümlə nədir? Hardakı bağlayıcı yoxdur. O hissə. Will leave. Biz gedəcəyik. Nə vaxt? Burada nə vaxt sualı ilə müraciət elədik. Nə vaxt ki, yağış dayanacaq. Sonra indi ikinci variantda nə görürük? Diqqət yetiririk ki, isim dalınla bağlayıcı. Bu quruluş, yəni isim dalınla bağlayıcı gələn yalnız təyin budaq cümləsidir. Təyin budaq cümləsi də ingilis dilində iki adı var. Yəni relative clause kimi də görə bilərik və yaxud adjective clause kimi də görə bilərik. Sonra D variantdakı cümlə. Yenə baş cümləni seçdim. Baxın, I know, bilirəm. Nəyi? Sualı ilə nəyi bilirəm? Nə vaxt ki, niyə o tez getdi? Nəyi sualı ilə müraciət elədim? Nəyi sualı da nə oldu? Object, tamamlıq, budaq cümləsi. Dördüncü test üçün 30 saniyə başladı. Müəllimə, axşamınız xeyir, necəsiz? Axşamınız xeyir, yaxşı olun. Müəllimə, bir dənə sualım var, narahat edirəm, bağışlayın. O 30 qaranlıq saniyə qaldı verməyə. tamamlansın, verə bilərsiniz. Vaxt Hə, gedir yaxşı, müəllimə, oldu. testə. Dördüncü testə baxırıq. Dördüncü testi təhlil eləyəndən sonra sizin sualınızı cavablandıraram. Dördüncü sual. Cümləmizdə deny feili gəlir. Yada saxlayaq, deny feilinin mənası imtina etmək deməkdir. Və deny feili yalnız və yalnız gerundla işlənir. Və gerundla işləndiyinə görə verilən cavabların içində cavabımız A olacaqdır. Buyurun Nigar xanım, verin sualınızı. Müəllimə, birinci testdə biz demişdik ki, votdan sonra isim, sonra mübtəda, sonra xəbər. Bəs necə Bəli. olur ki, ən indi isimdir, amazing valihedici axı sifətdir. Necə o götürülür? Məsələn, mən birincidə D variantı götürdüm, dedim isimə görə, mübtədaya görə performansı. Yəni Aha, yaxşı. Bir dəqiqə, burada boşluq açaq. Demək, o vot, mən bəli, bildim. İndi gəlin baxaq. Vot üstə gələk isim götürürük. Vot üstə gələk isim, üstə gələk mübtada, üstə gələk xəbər. Bu qayda nida cümləsi qaydasıdır. Bu düsturu qurmuşuq. Amma bizə verilən cümlədə, yəni birinci testdə yarımçıqdır. Yəni mübtada xəbər hissəsi yoxdur. Burada var vot, burada var isim və amazing isə sifətdir, hansı ki ismi təsvir edir. Baxın, performance isimdir. Baxın, highlighterla gedim. İsim budur. Vot da budur. Amma mübtada xəbər hissəsi yoxdur. Ola bilərdi ki, olsun. Məsələn, orada verə bilərdilər. Bir dəqiqə, highlighterın rəngini dəyişək. It was. Və belə gələ bilərdi, məsələn. Burada was var idi deyə it was-la verə bilərdilər və nida işarəsi qoyarlar. Amma yazmayıblar. bəli, müəllimə, başa düşdüm. İndi anladım, hə, sağ olun. Çünki Article şey gəldi. Hə, Artikel ismə qaranlıq görə qaldı. qoyulur. Bu sifət də ola da bilərdi, olmaya da bilərdi, amma var. Yəni burada da cümlənin özündə də performance, yəni ifanı təsvir eləyir. Heyrətamiz deyir. Ona görə də sifət ismin qarşısına qoyulur. Çünki sifət ismi təyin eləyir. Artikel də ismə aiddir. Yəni burada isim əsasdır. Baxın, isim budur. Amazing Bəli, sifətdir, müəllim. ən artikeldir.
Bəli, başa düşdüm müəllimə. Çox sağ olun. İndi anladım. Mən elə əvvələ baxdım, vot, performans elə heç arxasına baxmadan götürdüm D-ni. Amma baxmaq lazımdır da, arxaya da baxmaq lazımdır. Başa Bəs düşdüm. ona görə deyirəm də, bugünkü testimiz çox Tələsmək lazımdır. öyrədicidir. Bəli, bugünkü testimiz Bəli, həqiqətən müəllimə, çox sağ olun. öyrədicidir. Bir baxın, gəlin D variantı işləyək də sizinlə. What a performance, aha, what var, var, performance var. Ha, yenə də səhvdir. Niyə səhvdir? Çünki it mübtada, sonra xəbər gəlməli idi. It was olmalı idi. Yenə də bu D variant düz alınmır. Mübtada Hə, xəbəri müəllimə, anladım. nizamla gəlmir. Hə, elə bir söz sırası pozulur, uyğun gəlmir. Bəli, Anormal olur. əlbəttə. Orada artıq Hə, heç başa düşdüm. amazing-ə də ehtiyac burada yoxdur. Yəni amazing qoyası olsa Hə, mütləq ismin qabağına qoymalıyıq. anladım müəllimə. Çox öyrədici bir test idi bu. Maraqlı test idi. Tamam. Keçirik 5-ci testə. 30 saniyə başladı. Notla başlayır. Notla başlayan cümlələr inversiya deməli götürüləcək. İnversiya götürüləsidirsə, biz A-nı çıxdıq və C variantı da çıxdıq. İnversiya ya B-dadır, ya D-dadır. Və diqqət yetirək ki, inversiya ikisində də düzgün tətbiq olunub. Köməkçi fe'l, mübtəda, xəbər. Bəs biz hansını götürək? Keçmiş sadəni mi götürək, yoxsa keçmiş bitmişi? Nəzərə alsaq ki, recently keçmiş bitmiş zamanın göstəricisidir. Yəni normalda recently görən kimi biz keçmiş bitmiş götürürük. Lakin bu testdə cavab B-dir. Niyə? Hansı səbəbdən? Çünki diqqət yetirək nə deyir? Son zamanlara qədər fikir verin, until verir. Until da neyniyir? Son zamanla əlaqəni kəsir. Yəni keçmişə istinad eləyir. Bu da keçmişə istinad elədiyinə görə testimizin cavabı B olur. 6 üçün 30 saniyə. Altıncı testdə mübtəda xəbər uzlaşmasıdır. Mübtəda kimi cümlədə the book-a baxacağıq. Vergüldən sonraki gəlir together with some old letters. Bu hissə bizə heç bir maraq vermir. Bu açıqlayır ki, hə, kitabın içində ayrı nələr də var. Bizim mübtədamız the book və mübtədamız the book-dursa, təki ifadə eləyir. Cavabımız da B olacaqdır. 7-ci testdə verilən sözləri elə ardıcıllıqla düzməliyik ki, cümlə alınsın. Yedinci testdən dedik ki, biz sözləri elə düzməliyik ki, cümlə alınsın. Və birinci başlayaq elə A variantda. Sarılı bütövlüklə zərfdir. Flo isimdir. İsmin qabağına biz zərf heç cür qoya bilmərik. Deməli, A variant heç nizam deyil. Yəni, eyni şeydə D variantda görə bilirik. Görürük ki, sarılı zərf gəlir, sonra isim gəlir. Deməli, D də yanlışdır. İki variant arasında qalırıq.
İki variant arasında qaldıqda biz onu necə nizamlamalıyıq ki, cümləmiz məna olsun, cümləmiz də məzmun olsun. Testimizin cavabı B olacaqdır. The proposal, which was reviewed thoroughly by the committee, has several flaws. Təklif hansı ki, komitet tərəfindən bütövlüklə nəzərdən keçirilib, həmin o təklifin bir neçə nöqsanı var. Qrammatik cəhətdən təyin budaq cümləsidir. Budaq cümləsi və hansı ismi təyin eləyirsə, bağlayıcı birbaşa ondan sonra gəlməlidir. Və bağlayıcıdan sonra təbii ki, xəbər və qalan üzvləri də nəzərə alırıq. 8-ci test. Bu da biraz düşündürücü testim. 30 saniye başladı. Ayət sözünün qarşısına biz nə qoya bilərik? Slightly üstəgələk müqayisə dərəcəsində olan sifət. Müqayisə, müqayisə. Maçda da həmən şeydir. Deməli, slightly maç ola bilmir. Çünki bizdə adi dərəcədə tied veriblər. More tied verməyiblər axı. Ona görə nə C, nə də D variant cavab ola bilməz. Demək ki, ya cavab A-dır, ya da B-dir. Bunların arasında hansını seçim eləyək? Ümumiyyətlə, əgər bir testin yanında ikinci cümlə gəlirsə, demək burada işarə var. Yəni, nəsə bir şey bizə istiqamət vermək istəyir. I can barely move. Hərəkət eləyə bilmirəm. Çox çətinliklə hərəkət eləyirəm. Deməli, mən çox yorğunam, yoxsa tam yorğunam? Yəqin ki, bu heç hərəkət eləyə bilmirəm. Yəni, çətinliklə hərəkət edə bilirəm. Bu barely ilə verilməsi A variantı işarədir. Tam yorulmuşam yəni. 9. 30 saniyə başladı. 30 saniyəmiz tamamdır. 9-cu testi həll edirik və biz nə görəcəyik? Baxaq. Ümumiyyətlə, yadda saxlayaq ki, məchul növdə cümlə gəlirsə, feil məchul növdə verilirsə, ondan sonra gələn mütləq to olacaqdır. Is believed məchul var. Məchuldan sonra to vermək lazımdır. Yəni, məchuldan sonra gələn feili to ilə verməliyik. Bu bizə nə imkanlar yaradır? B variantı çıxardarıq və D variantı çıxardarıq. Ya cavab A-dır, ya da C-dir. Bunların arasındakı fərq nədir? Əgər eyni zamandan söhbət gedirsə, onda A götürərik. Yox, əgər biri keçmişdə, bu ki, həmlə olan keçmişdə, amma sonra indiki zaman belə fərqləri varsa, onda C-ni götürəcəyik. Yaxşı, baxaq. First woman to climb that mountain. Həmin dağa dırmaşan ilk qadın. Deməli, bu nəsə keçmişdə baş verib də. İndi nəsə dağa dırmaşan qadın haqqında məncə Çinli bir qadın olur deyəsən. Yəni bu keçmişi ifadə elədiyinə görə cavab olacaq C variant. Yəni keçmişdən olan bir şey var burada. 10-cu test üçün 30 saniyə başladı.
10-cu testi həll eləmək üçün dosaj.com. Baxın, buna da aid müəllimlər yazırlar ki, yadımdan çıxıb, bunu bir geniş izah eləyin, zəhmət olmasa. DOSHA dosaj.com. Bunların açıqlaması nədir? Birincisi, D hərfi determine. Determine nədir? Məsələn, bu cümlədə E artiklidir. Bura yazıram E. Bu təkcə artikl ola bilməz. Bu say ola bilər, bu işarə əvəzliyi ola bilər. Yəni, ismin qabağına nə qoya bilərik? İşarə əvəzliyi ola bilər, nə bilim, quantify ola bilər, kəmiyyət bildirən söz, şəxs əvəzliyi ola, isim ilə işlənən yerli əvəzliyi daha doğrusu ola bilər. Bu cür. My, your, her və s. O hərfi opinion. Opinion sözünün tərcüməsi fikir deməkdir. Yəni ki, mənim fikrim bir cür ola bilər, başqasının fikri başqa cür ola bilər. Eyni şeyə baxıb başqa cür düşünə bilərik. Burada hal-hazırda heç bir fikir bildirilməsi yoxdur. Burada cəmi 3 dənə sifətdir. Onların da heç biri opiniona uyğun deyil. Opinion nə ola bilər? Nümunə istəsəniz, məsələn, gözəl sözü ola bilər. Beautiful. Nəysə baxaram, çox xoşuma gələr, deyərəm ki, gözəldir məsələn. Bu mənim olar mövqeyim. Sonra S hərfi birinci bu da S hərfi size, ölçünü bildirir. Ölçü nədir? Böyük ola bilər, balaca ola bilər və s. Sonra SH ilə yazdığım shape. Shape nədir? Forma. Yəni, məsələn, dairəvi ola bilər. A hərfi ilə olan H, yəni yaşı bildirir. Məsələn, ola bilər young. Bunların heç biri deyil, çünki gördüyümüz kimi burada heç biri əksini tapmayıb. Sonra gəlir C hərfi. C hərfi nəyi bildirir? Color. Color nədir? Rəng. Bizdə də elə rəng var, yəni black. Deməli, rənglə başlayacaq. Çünki indiyə qədər yuxarıda sadaladığımız heç biri yox idi. Blacklə başlayan da yalnız A variantdadır. Sonra, blackdən sonra nə gəlir? Fast. Fast nəyi bildirir? Sürəti. Buna deyərlər condition. Bu hər dəqiqə olmur. Colordan sonra yerləşir. Condition. Şərait. Condition necə ola bilər? Məsələn, çirkli. İndi burada sürətli idi, məsələn. O hərfi, baxın, o hərfi birinci var idi, o fikri bildirirdi. İkinci, o hərfi origin, yəni hansı ölkəyə aiddir? Bu maşın da Almaniya maşınıdır. Yəni, Almaniya ölkəsində düzəldilir daha doğrusu. M hərfi, material, yəni hansı materialdandır? Hal-hazırda, yəni bu testdə material yoxdur. Bir də axırıncı hərfimiz purpose. Purpose, yəni hansı məqsədlə istifadə olunur? Məsələn, deyək ki, əgər kompüter stoludursa, kompüter qoymaq üçün istifadə oluna bilər. Və yaxud ola bilər ki, rezin botular olur. Onlar yağışda geyinmək üçün istifadə olunur. Yəni, yenə də cümlərimizdə indi hal-hazırda 10-cu testimizdə olan cümlədə həmin elementlər yoxdur. Nələr var? Bunları qeyd elədik. Color, condition, bir də origin. Yəni ki, şərt deyil ki, hamısı olsun. Lazım nələr varsa sadəcə bu ardıcıllıqla etməlidir, qoyulmalıdır. 11-ci test, 30 saniyə 11-ci test üçün başladım. Birinci testdə açar sözlərdən biri yesterday, yəni dün. Lakin bu bizi çaşdırmaq üçün verilib. Niyə? Müasir modal feillər, hansılar ki, biz indi məktəbdə tədris edirik, məsələn, 8-ci sinif kitabında artıq
Orada biz demirik ki kənindeki zamanda kut geçmiş. Daha kən həm keçmişdə verilə bilər, kut həm gələcəkdə verilə bilər. O nöqteyi nəzərdən. Demək, biz yesterday-ə baxmalı deyilik. Yəni yesterday görən kimi dərhal kuda qaçmaq düzgün deyil artıq. Biz nə etməliyik? Məzmuna baxmalıyıq və məzmuna görə qərar verməliyik. You have seen her yesterday. Sən onu dünən gördün ya da görmədin, hələ bilmirik. Görmədinsə si götürəcək. She has been abroad for a week. Bir həftədir ki, o xaricdədir. Deməli, bir həftədir xaricdədirsə, sən onu görə bilməzsən. Yəni, bizim testimizin cavabı si olacaqdır. 12-ci test üçün bir dəqiqə aşağı düşüm ki, sizin ekranlarınıza gəlsin. 30 saniyə başladı. On ikinci testdə deyir, situasiyaya uyğun ən yaxşı əvəzli, qeyri-müəyyən əvəzi seçin. Baxaq, situasiyamız nədir? Siz qonaqlıqdasınız və heç kəsi tanımırsınız. Onda siz nə deyərsiniz? I don't know. İnkar cümləsi verib. İnkar cümləsidirsə, eyni ilə olanı verərik. C variant. Mən burada heç kəsi tanımıram. 13-cü test. 30 saniyə başladı. 'Bizə bir cümlə verirlər. Her decision to study abroad was a blessing in disguise. Onun xaricdə təhsil alması burada a blessing in disguise 9-cu sinif köhnə kitabda olan bir idiomdur. Məncə Azərbaycan dilinə tərcümə eləyəndə şər deməsən xeyir gəlməz kimidir. Çünki burada cavab A-dır. A like opportunity hidden in a problem. Problemdə hansısa bir uğurlu fürsət gizlənmişdir. 14-cü test 30 saniyə başladı. 14-cü testdə she behaves indiki zamanla başlayır cümlə. Bu deməkdir ki, keçmiş bitmiş zaman qətiyyən ola bilməz. Ona görə C variantı indidən çıxardırıq. As if mənası sanki. O elə davranır, sanki hər şeyi bilirdi. Yəni biz burada yenə də əmin deyilik də qeyri-əminlik var. Ona görə də bir zaman geri veririk. New B variant. 15-ci test biraz yuxarı qaldırım. Sizin üçün də rahat olsun, rahat görsənsin. 15-ci test üçün 30 saniyə başladı.
15-də bizim diqqətimizi cəlb edən hədd, sonra əşya. Deməli, biz burada C variant götürməliyik. Pozitiv icbar növdən söhbət gedir. Bizim də sizinlə düsturumuz var idi ki, həv üstə gələk əşya, hər hansı bir cansız bir şey, üstə gələk feilin üçüncü forması. Bu da qaydalı feil olduğuna görə idi şəkilçisi ilə ifadə olunur. 16-cı test 30 saniyə başladı. Last week, geçen həftə we visited the town's new art gallery. Şəhərin yeni incəsənət qalereyasına getmişdik ya da baş çəkmişdik. Divarları. Nəyin divarı? Galereyanın divarları. Galereya da nədir? Cansız binadır. Yəni cansızdır. Ona görə onun binaları, onun divarları, sorry. Onun divarları olacaq B variant. 17-ci test üçün bir dəqiqə aşağı düşüm. 17 üçün variantlar aşağıda düşübdü. Ümidvaram ki, görsənirsiniz də. 30 saniyə getdi. Самый быстрый, самый бы- Demək, 17-ci test. One of the most impressive exhibits was a collection of portraits. Demək, ən yadda qalan deyək, məsələn, sərgilərdən biri portret, yəni insan şəkilləri kolleksiyasıdır. Each one captured the subject's emotions in vivid detail. Hər biri canlı detallarla insanın emosiyalarını göstərir. Sonra nə gəldi? V. Cəmi bildirən bir şey. V ilə iti vermirik, çıxardaq. Zəti vermirik, disi vermirik. Ya cavab A-dır, ya da ki C variantdır. Və also sculptures, skulpturalar da var idi. Həmçinin var idi. Yəni D. A variant. 18. 30 saniyə